Bu mənasını başa düşmədiyimiz, bu ərəbcə oxuduğumuz dualar var ha, onların bir faydası var. Bir nəfər Əllamə Təbətəbaydan soruşdu. Bu ərəbcə duaları ümumi cəmaət oxuyur, amma başa düşmürlər. Yəni mənalarını bilmədən yalnız həmin kəlmələri oxumaqlarının bir faydası var. Əllamə Təbətəbay belə cavab verdi. Əksinə, ərəbcə və mənasını bilmədikləri həmin dualar adi insanlar üçün daha yaxşı qəbul olunur. Çünki onlar öz nəfslərini imamların nəfslərinə birləşdirir və Allahdan istəyirlər ki, imamların bu duaları oxuyaraq istədiyi hər şeyi onlara da versin. Amma biz həmin dualardan anladığımız qədərilə Allahdan istəyirik. Bir sözlə, Əllamənin sözündən belə başa düşürük ki, mənasını başa düşmədiyimiz duaları da oxumaq faydalıdır. Əgər bu dua böyük şəxslərdən gəlibsə, biz onların istək və mərifət və potensialına iqtida etmiş oluruq. Bir növ mənəvi bağlılıq yaradırıq. Lakin öz düşüncə və qavramımız nə qədər ola bilər ki? Ona görə də sadə insanların duaları adətən alim insanlardan daha tez qəbul olunur. Çünki onların səmimiyyət və inamları elm və biliklərindən öndə olur.